Sözün əvvəlinə qayıdıram ki, Quba çox yağlı bir yerdir. Hər adam istəyir bu özünü göstərsin, özünə qarşı müsbət rəy tapsın. Eləsi var əməlləri ilə, gördüyü işləri ilə, yaxşı əməlləri ilə, eləsi də var ki, nankör əməlləri ilə. Qubanı Qubalılar satırlar, biləsiz. Qubanı Qubalılar 30-40 manat bazarlığa satırlar. Necə ki, bugün də olan evlərdə gəlirlər bazarı. 30-40 manata satılır Quba. Qubalılar tərəfindən, müəyyən nankör Qubalılar tərəfindən satılır. Quranda belə bir ayə var ki, deyir ki, namaz qılanda həm solda, həm sağa bax, gör yanındakılar kimdir. Siz də bir solda, sağda baxın, görün, hansı insanlardan bir yerdə oturursunuz. Baxın, görün, Qubalılar həm öz xalqını satır, həm öz dövlətini satır, həm öz torpağını satır, həm öz ailəsini satır. Gelib müəyyən qurumlara qoşulur. Ağzına gələn, danışır, nə var, onun evi